Salam, Real intervyu efirdədir. Bakı Təşəbbüs qrupunun təşkilatçılığı ilə Bakıda Hindistanın etnik azlıqlarının vəziyyətinə dair konfrans keçirilir və bu azlıqlardan biri də Zik xalqlarıdır ki, hansılar ki, onların nümayəndələri bax sözü gedən konfransa təşrif buyurublar. Hazırda mənim həmsöhbətim SEQ Federasiyasının, Kanadada yerləşən SEQ Federasiyasının sədri Mominder Singhdir. Mr. Singh, nice to meet you in Azerbaijan. Thank you for having me. And welcome. So, could you please Ölkəmizə gəlişinizi təfərrüatlı şəkildə izah etmənizi xahiş edirəm. to our country? I think there's a couple of reasons. Bir çox səbəblər var. Onlardan biri bizim tariximizin Azərbaycanla əlaqəsi var. Bizim təsisçimiz olan Guru Nanak 16-cı əsrdə Bakıda qalıb. Onun yolu Məkkəyə idi. Bizim sayımız dünyada 30 milyondur. Guru Nanak inancımız olan zihinin banisi, əsasını qoyan peyğəmbərdir. Beləliklə, buraya gəlməyin səbəblərindən biri də Bakını və Azərbaycanı həqiqətən görmək və tanış olmaq idi. İkinci səbəb isə burada Bakı Təşəbbüs qrupu tərəfindən keçirilən konfransdır. Həmin konfrans Hindistanda Zih xalqının əziyyət çəkdiyi zorakılıqlarla bağlıdır. 16 yanvarda Bakıda keçirilən bu konfrans zorakılıq, tarixi kontekst. Hindistandan əziyyət çəkən Zik xalqının başına gələnlər ətrafında cəmləşib. Xalistan uğrunda Zik suverenlik hərəkatı. Biz Hindistandan azadlığımızı və suverenliyimizi istəyirik. Zik xalqının başına gələnlər bugün harda olmağımız və insanların azadlığı uğrunda mübarizə aparan Bakı Təşəbbüs qrupu və dünyanın digər qeyri-hökumət təşkilatları ilə hansı tərəfdaşlıqlar qura bilərik sualı ətrafında cəmləşib. You mentioned about the freedom, about the situation of your nation. İcmanızın vəziyyəti, azadlıqlardan bəhs etdiniz. Hazırda Hindistandakı milli icmanızın vəziyyəti necədir? Çünki Hindistandan digər ölkələrə köçmüş kifayət qədər icma nümayəndələrinin olduğu barədə məlumatdayım. Hazırda Hindistanda nə baş verir? Səbəblər barədə gəlin danışaq. India. And what is the reason? I think from the Repressive, yes, very repressive. approach. Yeah, from the 1947-ci ildə Hindistan, Pakistan və Hindistana bölündü. Pakistanla Hindistan arasında Pəncab yerləşir. Sikh xalqı isə Pəncabın əksər əhalisini təşkil edir. Yəni Hindistanın bütün bölgəsi. Zikhlərin məsələsi həll edilməmişdi. Beləliklə 1947-ci ildən 1984-cü ilə qədər Zikhlər Hindistandan muxtariyyət hüquqları, dil, mədəniyyət və din uğrunda mübarizə apardılar. Bu Zikhlərin ən müqəddəs ziyarətgahına, dünyanın bir çox insanının qızıl məbəd kimi tanıdığı Darbad Sahib adlanan yerə gətirib çıxardı. Bura Hindistan ordusu tərəfindən hücuma məruz qaldı. 10 minlərlə insan öldürüldü. Daha sonra 1984-cü ildən etibarən təxminən 10-15 il ərzində Hindistanda Zik xalqı tərəfindən müstəqillik uğrunda silahlı mübarizə aparıldı və yüz minlərlə insan Hindistan dövləti tərəfindən itkin düşdü. Saxta görüşlər, özbaşına həbslər, özbaşına edamlar, siyasi məhbuslar hələ də 30 ildir ki, həbsdədir. Bütün bunlar baş verir. Bütün bunlar Zikhlərin azadlığı uğrunda hərəkatı olan Xalistan hərəkatına toplaşdı. Bu davam etdi. Beləliklə, 1995-ci ildən bugünə qədər Zikhlər Xalistanı tələb etdilər. Son bir neçə ildə baş verənlər ən son hadisələrdən biri Hindistanın transmilli repressiya yanaşmasını tutmasıdır. Yəni onlar başqa ölkələrə gedib oradakı Zikhləri və oradakı fəallara hücum edirlər. Və 2023-cü ilin iyun ayında Kanadada yaxın dostum, mən də oradan gəlmişəm bu arada, Hindistan hökuməti tərəfindən ibadət yeri olan Gurdvarada öldürüldü. Hazırda vəziyyətimiz budur ki, onlar dünyanın hər yerində Zikhlərə hücum edirlər. Biz Xalistan hərəkatının yaşamasını, xalqımızın gələcəyi üçün təhlükəsizlik və qorunduğunu, uşaqlarımızın və xalqımızın öz müqəddəratını təyin etmək hüququna malik olmasını təmin etmək üçün əlimizdən gələn hər cür mübarizəni aparırıq. Do you try Hindistan hökuməti ilə danışıqlar aparmağa, dialoqa girməyə çalışırsınızmı? Yəni təkcə siz və sizin icmanızın rəhbərliyi ilə yox, ümumiyyətlə nəzərdə tuturam. some negotiations with the Indian government?
Hindistandan ayrılmağa və ya ayrılmağa çalışan hər hansı bir icma məsələsinə gəldikdə, Hindistanın dialoqu yoxdur. Hindistan yalnız zorakılıqdan istifadə edir. Hindistan dialoq aparmayacaq. Kəşmir nümunəsini görə bilərsiniz. Şimaldakı Kəşmir və Pəncab bütün Hindistanda Hindu olmayan əksəriyyət təşkil edən yeganə iki ştatdır. Kəşmirdə əsasən müsəlmanlar yaşayır. Bəli, tam olaraq. Və Pəncabın əksəriyyətini təşkil edən əhali də Zikhlərdir. Hindistanla Pakistan arasında mövcud olan Kəşmir məsələsində siz Kəşmirə dəstək vermisinizmi? Ümumiyyətlə bu problemi oxşar hesab etmək olarmı? Onların Kəşmirdə etdikləri dəhşətdir. İnsan hüquqlarının pozulması, qadınların təcavüzü və talan edilməsi, gənclərin özbaşına həbsi. Əksər insanlar bilmirsə, Kəşmir dünyanın ən yüksək hərbiləşdirilmiş zonasıdır. Kəşmirdə yarım milyondan çox Hindistan silahlı qüvvələri yerləşdirilib. Buna görə də biz mütləq Kəşmir xalqını və onların azadlıq hüququnu dəstəkləyirik. Və bu bizim olduğumuz Pəncabdakı vəziyyətə çox bənzərdir. Dediyim zaman, məsələn, dialoqda olduğu kimi, Hindistan Kəşmirlə azadsız Kəşmir məsələsində dialoq aparmayacaq və Hindistan azad Xalistan və ya azad Pəncab məsələsində Zikhlərlə müzakirə aparmayacaq. Dünyada Zikh xalqına məxsus olan bir neçə icma fəaliyyət göstərir. Təxminən icmaların sayı nə qədərdir? Zikh icması təxminən 30 milyon nəfərdir. Kanadada və digər ölkələrdə deyil. Düşünürəm ki, dünyada təxminən 30 milyon Zikh var. Onların böyük əksəriyyəti Hindistanın işğalı altında olan Pəncab əyalətində yaşayır. Orada nə qədər əhali yaşayır? 22-25 milyon. Amma bugün onlar təzyiq altındadılar və sonra Kanada, ABŞ, Birləşmiş Krallıq kimi ölkələrdə Zikhlər 100 ildən çoxdur ki, bu ölkələrdə yaşayırlar və bu ölkələrin hər birində təxminən 1 milyon Zikh var və daha sonra İtaliya, Avstraliya, Malaziya, bir çox Avropa ölkəsi, Fransa, Almaniya, Hollandiya, Belçika var. Zikhlər hər yerdə diasporlara səpələniblər. Hindistanda zorakılıq başlayandan sonra çoxlu Zikhlər ölkəni tərk etdilər və onların təhlükəsizlik və sülhə ehtiyacı var idi. Ona görə də başqa ölkəyə köçdülər və sonra ora çatanda səslərini qaldırdılar. Lakin dünyada onların sayı 30 milyona yaxındır və bunun təxminən 2/3 Hindistandadır. Yeri gəlmişkən, Hindistana gedib gəlməkdə azadsınız? Xeyr, mən qara siyahıdayım, çünki atam da qara siyahıda idi. Bir çox Zikh də qara siyahıdadır. Onlar Pəncabdakı insanlara qarşılıqlı əlaqələrimizi minimuma endirməyə çalışırlar. Çünki düşünürlər ki, biz onları danışmaq istədiklərimiz şəkildə maarifləndirəcəyik. Eyni zamanda mənim kimi insanlara xəbərdarlıq etmək vəzifəsi verildi ki, bu da Kanadada kəşfiyyat orqanlarının xəbərdarlığıdır. Kanadada da eyni xəbərdarlığı alan ondan çox Zikh fəalı var. Beləliklə biz nəinki Hindistana gedə bilmirik. Ora getsəm, yəqin ki, geri qayıda bilməzdim. Hazırda Hindistanda yaşayan Zikh icmasının vəziyyətini qiymətləndirsək, hansı meyarları ölçü vahidi kimi götürə bilərik? Pəncab əsasən bir müstəmləkə kimi qəbul edilir. Koloniya. Onun ehtiyatları Hindistan hökuməti tərəfindən istismar olunub. Pəncab su ilə zəngindir. Banj 5. Abçay deməkdir. Gələcəklə 5 çaydan ibarət bir ərazidir. Əsasən kənd təsərrüfatı dövlətidir. Oradakı insanların əksəriyyəti Zikhlərdir. Beləliklə bu torpaqların kənd təsərrüfatı məhsulları və məhsullarıdır ki, sudur, elektrik enerjisidir. Hər şey Pəncabdan çıxarılır və digər ştatlara verilir. Hind dilinin Pəncab dili üzərində qurulması Pəncabın Zikh əhalisini lingvistik olaraq məhv etmək cəhdidir. Mədəni problemlər yaranır ki, mədəniyyətimiz əksəriyyət təşkil edən Hind mədəniyyəti ilə əvəz olunur. Bizim mədəniyyətimiz Pəncabın Pakistan tərəfinə və Hindistan tərəfində yerləşən Pəncab mədəniyyətidir. Bu fərqli bir dil, fərqli bir mədəniyyət, fərqli bir irs, fərqli bir tarixdir. Memarlıqdan tutmuş gördüyümüz hər şeyə qədər hər şey fərqlidir. İnsanların vəziyyəti. Birincisi, onlar danışsalar həbsxanaya göndəriləcəklərindən qorxurlar. Beləliklə qorxu vəziyyəti var və düşünürəm ki, bu bütün məkanı idarə edir. İkincisi, düşünürəm ki, onlar öz irslərini, mədəniyyətlərinin və
həyat tərzlərinin aşınmasını izləyir. Ona görə də düşünürəm ki, onlar gələcək nəsilləri üçün qorxurlar. Buna görə də Pəncabdan və Ziklərdən uşaqlarımız gələcək görmürlər deyə xarici ölkələrə gedirlər. Pəncaba investisiya qoyulmur, orada iş yoxdur, işsizlik var. Narkotik maddələrin səviyyəsi yüksəkdir. İnsanların hökumətə qarşı mübarizə apara bilməməsi üçün Pəncaba narkotik, alkoqol və narkotik maddələr gətirilir. Beləliklə, Avropalılar dünyanın digər yerlərini müstəmləkə etmək üçün istifadə etdikləri bir çox siyasət var. Onlar əhalini ram etmək üçün narkotik, alkoqol və digər gizli vasitələrdən istifadə edirlər. Əlbəttə, tam olaraq və sonda onların dillərini, mədəniyyətlərini və irslərini məhv edirlər. Eyni şey hazırda Hindistan hökumətinin əli ilə Pəncabdakı Ziklərin başına gəlir. Yeri gəlmişkən, diliniz Hind dilindən fərqlidirmi və ümumiyyətlə öz dilinizə məktəbiniz varmı? Bəli, bizim öz əlifbamız, öz dilimiz var. 1000 illərdir ki mövcuddur. Pəncab və Pəncab dilləri hətta Ziklərdən qədimdir. Bu ayrı bir dildir, ayrı bir həyat tərzidir. Hindistanın özündə olduğu kimi, Hindistanda da rəsmi dil kimi qəbul edilmiş 18 dil var. Beləliklə, bir ölkənin 18 rəsmi dili var. Bengal, Hind və Urdu, Tamil kimi dillər var. Hindistan daha yaxşı bir halda yarım qitələrdə olub. Hindistana Avropanın istinadında baxa bilərsiniz. Hər yerdə çoxlu kiçik ölkələr var. Almaniyada Alman dilində danışırlar. Fransada fransız dilində danışırlar. Hollandiyada Holland dilində danışırlar. Çoxlu fərqli insanlar var və yaxın yaşayış məntəqələri. Amma hamısı fərqli mədəniyyətlər, dillər, irslərdən ibarətdir. Hindistanda eyni. Rajasthan, Maharashtra, Tamillər, Bengalılar, Pəncablılar, hamımız bir-birimizlə nisbi sülh içində yaşayırıq. Britaniyalılar gələndə onu tək bir ölkəyə çevirdilər. Tamamilə baş verən kolonizasiyada bunlar da məruz qalmışdılar. Bundan əvvəl başqa imperiyalar var idi. Amma onlar heç vaxt bunu etmədilər. Onlar əslində heç vaxt onu möhkəmləndirməyə çalışmadılar. Beləliklə, problemlərimiz Britaniya müstəmləkəçiliyindən qaynaqlanır. Lakin Hindistan hökuməti hazırda bir ölkə olaraq müsəlmanları və kəşmirliləri, Pəncabdakı Sikləri, Orisadakı xristianları, ümumiyyətlə, kasta kimi dalitləri ram etmək üçün güclərindən istifadə edən əsas agentlərdir və bütün azlıqlar Hindistanda təhlükə altındadırlar. Son sualım icmanızın tələbləri ilə bağlıdır. Bugün Hindistan hökumətindən tələbləriniz nədən ibarətdir? Əgər dünyanın hər yerində fəaliyyət göstərən Zik icmasının bütün tələblərini birləşdirsək, burada əsas xətt, daha doğrusu nədən ibarətdir? Xalq üçün tam azadlıq. Azadlıq muxtariyyət deyil. Çünki 1947-ci ildən 1984-cü ilə qədər muxtariyyət uğrunda mübarizə baş verdi. Əvvəlcə muxtariyyət istəyirdik. Bu 1984-cü ilə qədər ilkin mübarizə idi. 1984-cü ildə onlar ən müqəddəs məkanlarımıza hücum etdilər. Sonra isə yüz minlərlə insanın itkin düşdüyü 10 illik soyqırımı baş verdi. 15-30 yaş arası oğlanlarımızın bütöv bir nəsli məhv edildi. Beləliklə, həmişə başımıza nə gələcəyini düşünməli olduğumuz bir ölkədə yaşaya bilmərik. Beləliklə, azadlıq yeganə yoldur və əgər muxtariyyət axtarsaq, 1980-90-cı illərdəki vəziyyətə qayıdacağıq. Burada Hindistan istənilən vaxt zorakılıqdan istifadə edə bilər. Deməli, azadlıq bizim üçün yeganə yoldur. Bölgəniz və siz özünüz bir millət olaraq müstəqilliyə hazırsınızmı? Bəli, biz mütləq hazırıq. Biz dünyanın hər yerində tərəfdaşlar axtarırıq. Buna görə də bugün Azərbaycanda olmağımızın səbəblərindən biri də eyni düşüncəli, eyni dəyərlərə sahib olan, azadlığa hörmət edən insanlarla söhbət etməkdir. Onlar bunu təkcə özləri üçün deyil, həm də dünyanın hər yerindəki digər insanlar üçün istəyirlər və buna görə də düşünürəm ki, bu konfrans çox vacibdir. Bu mənim üçün çox maraqlı və faydalı oldu və bu məlumatlar xüsusilə Zik xalqının bugünü və yaşadığı son hadisələrlə bağlı idi. Minnətdaram. Bunu çox qiymətləndirirəm. Sizin çox gözəl ölkəniz var. Bəli, bir daha xatırladırıq ki, Bakı Təşəbbüs qrupunun təşkilatçılığı ilə Bakıda
Hindistanın etnik azlıqlarının vəziyyətinə dair konfrans keçirilir və konfransın qonaqlarından biri Mominder Singhlə, demək, SEC Federasiyasının rəhbəri, hansı ki Kanadada yerləşir bu təşkilat, SEC Federasiyasının rəhbəri Mominder Singhlə məhz Singh xalqının vəziyyəti, yəni Singh millətinin vəziyyəti, dünya demək ölkələrində fəaliyyət göstərən Sikh icmalarının əlaqələndirilməsi və onların gələcək yol xəritəsini müzakirə etdik. Salamat qalın.